İndi ise söz verilir ilahiyatçı Hacı Şahin Həsənliyə. Bismillahirrahmanirrahim. Hamınızı salamlayıram. Bu iftar mərasimi şəhidlərimizin ruhuna hədiyyə olaraq onların ruhunu yad etmək üçün təşkil olunub. Bu tədbirdə əsasən şəhid valideynləri, şəhid ailələri, şəhidin doğmaları, şəhidlərimizin və qazilərimiz iştirak edir. Onların hər birini salamlayıram. Dəvətimizi qəbul etdiyinizə görə minnətdarlığımı bildirirəm. Əslində bu bizim dəvətimiz deyil. Bayaq elə bizim qonaqlarımız da dedi ki, çox böyük bir şərəfdir belə bir məclisdə iştirak eləmək. Şəhid ailələri ilə birgə keçirilən vaxt bizim həyatımızın ən mənalı anları sayıla bilər. Allah qatında da bu saatlar əzizdir. Allah özü, hədis-i qudsi var. Allah buyurur ki, kim şəhid ailəsini sevindirsə məni sevindirər. Kim onları narahat etsə məni narahat edər. Yəni şəhid ailəsi ilə birgə keçirilən vaxt Allaha ibadət hesab oluna bilər. Allah rizası üçün onlara xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün şərəfdir, böyük bir iftixardır. Allah buyurur ki, şəhidin canişini onun ailəsinin içində mən özüməm. Yəni şəhid ailəsi başsız deyil, mən o ailənin başçısıyam. Və mübarək Ramazan ayının artıq ilk 10 günlüyünü başa vurmuşuq. Mübarək Ramazan ayı məlum olduğu kimi aylar içində ən fəzilətli aydır. Allahın son kitabı bəşəriyyətə bu ayda göndərilib. Və ona görə də bu ay başqa aylardan seçilir. Həm də bu ayın fəzilətini artıran amillərdən biri də budur ki, Allah bizə bu ayda oruç tutmağı vacib buyurub. Orucun fəziləti nədədir? Oruc niyə bu qədər fəzilətlidir? Oruc insanda imtina gücünü formalaşdırır. İnsan nə üçün insandır? İnsan ona görə insandır ki, imtina etməyi bacarır. Yox deməyi bacarır. İmtina etməklə insan ucalır, yüksəlir və insanlığını hiss eləyir, insan olduğunu hiss eləyir. Dünyada hansı sahədə uğur qazanmış insan sadalamaq istəyirsinizsə, nümunə göstərmək istəyirsinizsə, istər idman sahəsində, istər elm sahəsində, istər hər hansı sahədə olursa olsun, ancaq imtina etməyi bacaran insanlar həyatda uğur qazana bilib. Nədənsə imtina etmək gücündə olan insanlar və imtina etmək bacarığı insanı digər canlılardan fərqləndirən ən başlıca xüsusiyyətdir. Ramazan ayı bu baxımdan şəhidlərlə əlaqəli bir aydır. Şəhidlər də imtina etdilər. Dünya həyatlarına yox deyib, Allaha qovuşdular və həyatın daha üstün mərhələsinə çatdılar. Allah Quranda buyurur ki, "Lə təhsəbənnəl-ləzīnə qutilu fi səbilillah əmvatan." Allah yolunda öldürülənləri ölü sanmayın. Bəl əhyaun, onlar diridirlər. Bura qədər hamı ayəni deyir. Amma ən əsas söz bu ayədə ondan sonraki sözdür. Allah buyurur ki, "İndə Rabbihim." Onlar Rəblərinin yanındadır. Allahın yanındadılar. Allahın yanında olmaq məqamı cənnətdən üstün məqamdır. Yəni şəhidlər cənnəti qazanmır, cənnətdən daha yüksək məqam qazanır. Allahın yanında yer alır. Allahın yanı nə deməkdir? Biz onu başa düşə bilmərik. Bu şəhidlər üçün ən böyük, ən uca, insanın çata biləcəyi ən uca zirvədir və şəhidlər o məqamdadılar. Ona görə də şəhid ailələrinə həmişə bizdə müjdə veriblər. Baş sağlığından daha çox deyiblər, gözünüz aydın olsun ki, Allah sizin ailəni qurban verməyə layiq bildi və sizin qurbanınızı qəbul elədi. Allaha çox şükür ki, müharibə arzu olunan bir şey deyil də, heç bir xalq müharibə arzulamır. Amma müharibənin bir müsbət tərəfi nədən ibarətdir? Müharibə xalqın içində olan gizli qəhrəmanları üzə çıxarır. Və bu müharibə göstərdi ki, bizim gənclərimiz nə qədər dövlətə, vətənə bağlı bir gənclərdir.
belə bir gənclik formalaşıb müstəqillik illərində. Mən həmişə xutbələrdə, çıxışlarda, məsciddə də, verilişlərdə də deyirəm ki, Azərbaycan gəncliyi sınaq zamanında öz haqqa bağlılığını, fədakarlığını göstərəcək, necə də elə də oldu. Burada qazilər də iştirak eləyir. Qazilərin də məqamı xüsusidir. Hədislərdə qeyd olunur ki, qazilər, müharibə edənlər, hərbiçilər, döyüşçülər cənnətə xüsusi qapıdan daxil olacaqlar. Darul Mücahidin, döyüşçülər qapısı, onların xüsusi bir məqamı var. Minnətdaram hər birinizə bizim dəvətimizi qəbul etdiyiniz üçün. Çox fəzilətli günlərdir, duaların qəbul olunduğu günlərdir. Allahdan istəyirəm, Allah xalqımızın gücünü, qüdrətini, ordumuzun izzətini, gücünü daha da artıq eləsin. Allah düşmənlərimizə fürsət verməsin. Allah xalqımızı, millətimizi qorusun, ordumuzu qorusun, dövlətimizi qorusun. Allah düşmənlərimiz üzərində bu qələbəni bizə qazandıran şəhidlərimizin ruhumuza duaçı qərar versin, qazilərimizi qorusun. Bir daha təşəkkür edirəm. Allah oruz ibadətlərinizi qəbul eləsin inşallah.